Bax, məsələn, sən həm Azərbaycanda təhsil görmüsən, öz sahəndə, həm Ankarada, Türkiyədə. Türkiyə tibb sahəsində ən yaxşı yerlərdən biri Bəli, hesab olunur da. bəli. Və indi də İngiltərədə öz sahəbin daha advanced səviyyəsini gördün. Sən bu üç yer arasında hansı fərqləri görürsən? Və belə bir sual verim. Məsələn, sən mənə elə gəlir ki, kifayət qədər bacarıqlı bir insan idin ki, Ankarada qalıb işləyəsən, amma qayıtdın Azərbaycanda öz şirkətini yaratdın və təsisçi oldun. Buna səbəb nədir? Mən belə deyəcəm, hər təhsillə bağlı 1-2 dənə fikrim var, ağlımdakı fikrim. Azərbaycan Tibb Universitetini mən bura qatmayacağam, çünki bu tibb təhsilidir, bu tam fərqlidir. Çünki mən Ankaradakı bakalavram Healthcare Management idi. O Healthcare Management Ankaradakı təhsilim, sağlıq yönetimi təhsili mənə nizam-intizamı daha çox öyrətdi. London isə mənə sual verdi ki, sən öyrəndiyini necə tətbiq eləyəcəksən? Mənə London ona görə çox maraqlı gəldi. UCL-ın ona görə mən birinci apply eləyəndən qabaq mən belə deyək də Faiq, biraz böyüyəndən sonra artıq universitet seçəndə belə, okey, reytinqə baxırsan, yalan deməyəcəm. Təbii ki, reytinqə baxırıq, daha yaxşı universitetdə oxumaq istəyirik. Amma mən modullara baxıb universitet seçmişəm. Yəni ümumiyyətlə Global Healthcare Management istəyirdim, amma Global Healthcare Management Imperialda da var idi, Kingsdə də var idi, Warwickdə də var idi və çox yerdə var idi və demək olar ki, hər yerdən qəbulum var Hamısı idi. nüfuzlu universitetlərdir. Hamısı top-topdur. Nəyə Yəni hamısı top, əsaslanıb ən azı top seçəcəm? 50-dir. USA-yı heç düşünmürdüm. Sırf UK-yi düşünürdüm. Görəsən. Görəsən niyə?